Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası və Sistem Qlobal Danışmanlıq AŞ Konsaltinq şirkətinin tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə Biznes Forumu, Rəqəmsal Transformasiya və Texnologiya Körpüsü adlı forum keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov forumun iki ölkə arasında rəqəmsal əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib. Azərbaycan və Türkiyə rəqəmsal inkişafa dövlət səviyyəsində strateji yanaşan ölkələrdir. Hər iki ölkə rəqəmsal texnologiyanın iqtisadi artımın, dövlət idarəçiliyində səmərəliliyin və rəqabət qabiliyyətli biznes mühitinin əsas dayaqlarından biri kimi görür. Bu forum sayəsində şirkət və qurumlar nəticə yönümlü əməkdaşlıq formalaşdıraraq mövcud potensialı daha da artıra bilərlər deyə nazir müavini əlavə edib. Forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri iştirak edir.